uşaqlar, bugün mənim üçün çox xüsusi, belə ki, həm sevinç, həm də kövrəkliklə dolu bir gündür. 4 il əvvəl məktəbə ilk addımlarını atan, balaca, utancaq baxışlarla sinfə daxil olan uşaqlar artıq böyüyüb, dəyişib və qarşımda dinamlı, gələcəyə öz baxışları olan şagirdlər kimi əyləşiblər. Əziz balalarım, mən sizə yalnız elmin sirlərini öyrətmədim, həm də sizin hər birinizi sevdim, hər kiçik uğurunuza ürəkdən sevindim. Əlbəttə, bu da təbiidir, axı siz mənim gözümün qarşısında böyüdünüz. Hər biriniz mənim üçün çox dəyərlisiniz. Mən sizinlə qürur duyuram. Beşinci sinfə keçirsiniz. Başqa müəllimləriniz olacaq, başqa sinflərdə oxuyacaqsınız. Amma unutmayın ki, sizi ilk öyrədən müəlliminiz sizi heç vaxt unutmayacaq. Hər zaman yaxşı insan olun, dürüst olun, mehriban olun, böyüklərə hörmət edin, kiçiklərə qayğı göstərin və ən əsası özünüzə inanın. Unutmayın ki, bu yalnız başlanğıcdır. Qarşınızda sizi daha böyük yollar, yeni uğurlar gözləyir. Sizlərə inanıram və əminəm ki, gələcəkdə hər biriniz vətənimiz üçün layiqli vətəndaşlar olacaqsınız və hər biriniz öz yolunuzda uğur qazanacaqsınız. Əziz uşaqlar, sizə həyat yolunuzda uğurlar, sağlam gələcək, parlaq sabah arzulayıram. Yolunuz açıq olsun.